Hər kəsə salam. Çoxsaylı istəkləri nəzərə alaraq Temu sifarişləri haqqında bilməli olduğunuz bütün məqamları bir videoya topladım. Siz də elə isə videoyu sona qədər izləyərək rahat şəkildə Temu alış-verişi həyata keçirdə, kanala abunə ola və yaşadığınız çətinliklərdə kömək edə bilməyim üçün rəy bölməsində mənə qeyd edə bilərsiniz. İlk öncə siz istifadə etdiyiniz telefon modelindən asılı olmayaraq Temu tətbiqini telefonunuza əlavə etməlisiniz. Daha sonra isə orada sizə təqdim olunan qeydiyyat metodlarından birini seçim edərək qeydiyyat həyata keçirdin. Tətbiqi telefonunuza əlavə etdikdən sonra tətbiqə daxil olaraq artıq yaratdığınız profilinizin üzərindən bəyəndiyiniz, bəyənəcəyiniz və seçim etdiyiniz məhsullar haqqında araşdırmalar aparmalı. Seçim etdiyiniz məhsulları səbətə əlavə edirsiniz. Temu sifarişinizi təsdiqləmək üçün səbətinizdəki məhsulları təsdiqləyərək kart məlumatlarınızı əlavə edirsiniz. Temu sifarişinizi daşıyacaq şirkət tərəfindən bildirişlərlə sifarişinizin gedişatını öyrənmiş olacaqsınız. İlk öncə sizə bir neçə gün sonra sifarişinizin gömrüyə çatması ilə bağlı bir bildiriş gələcək. Bu sizin telefonunuza nömrə və ya WhatsApp vasitəsilə göndərilə bilər. Bu bildiriş gəldikdən sonra isə siz sifarişinizi birbaşa olaraq ünvanınızdan rahat şəkildə daşıyıcı vasitəsilə götürmək üçün Smart Custom tətbiqində bəyan etməlisiniz. Smart Custom tətbiqi isə onu qeyd edim ki, şəxsiyyət vəsiqəsindəki məlumatlarınız ilə qeydiyyat etdiyiniz gömrük tətbiqidir. Yəni siz ay ərzində bu tətbiqdən istifadə edərək müəyyən bir limit daxilində ölkəyə xarici saytlardan məhsul sifariş edə bilərsiniz. Bəyan zamanı isə siz ən incə nüansları ilə məhsul haqqında məlumatı suallara uyğun şəkildə qeyd etməlisiniz. Digər platformalardan fərqi burada siz məhsulları tək-tək yox, bağlama şəklində bəyan etməyinizdən ibarətdir. Bu da sizin işinizi daha da bəsit hala gətirmiş olacaq. Daha sonra isə siz gedişatı Smart Custom üzərindən də izləyə bilərsiniz və məhsul daşıyıcı şirkət tərəfindən gətirilib ölkəyə qeyd etdiyiniz hər hansı ünvan və yaxud da daşıyıcı şirkətin çatdırma ünvanlarından birinə gətirilib çatdırıldığı zaman sizə yenidən bildiriş şəklində mesaj göndərilir. Mesaj göndərildikdən sonra isə siz öz şəxsiyyət vəsiqəniz ilə həmin ünvana yaxınlaşaraq öz bağlamanızı əldə edə bilərsiniz. Əlavə suallarınız və bu şəkildə daha geniş maraqlı videolar üçün mütləq şəkildə kanala abunə olmağı unutmayın.